Uşaqlar, hər vaxtınız xeyir. Bloka düşən sualın izahına baxaq. 26-dir. Bütün tirləri 3 kök 2 olan düzgün tetraedrin həcmini tapın. Düzgün tetraedrin həcm düsturu A kub kök altda 2 bölünsün 12-dir. Bu düzgün tetraedrin həcm düsturudur. Bizdə tili verib ki 3 kök altda 2-dir. Yəni A bizdə nədir? 3 kök altda 2. Bu zaman mən həcmi tapsam 3 kök altda 2'nin kubu düsturda eyni ilə yerine yazırsan. Vurulsun kök altda 2 bölünsün 12. Vəssalam. 3 kök altda 2'nin kubu nə deməkdir? 3 vur 3 vur 3 kök altda 2 vur kök altda 2 vur kök altda 2. Tamı ayrılığına qədər yazım. 27 vurulsun 2 kök 2. Bu da 54 kök altda 2'dir. Yəni həcm nə olacaq? 54 kök altda 2 vur kök altda 2 böl 12. Bu kök altda 2'lerin hasili bizə 2 verəcək. Sürət olacaq 54 vur 2. Yəni 108 bölünsün 12. Həcm olacaq 9. Düzgün cavab 9'dur.